Noyabrın 29-dan dekabrın 1-nə geomaqnit aktivliyinin artması həm insanların rifahına, həm də avadanlıqların işinə təsir göstərə biləcək maqnit qasırğalarının baş verməsi gözlənilir. Meteohəssas insanlar və xroniki xəstəlikləri olanlar bu dövrdə ehtiyatlı olmalıdırlar. Bizim.media hansı günlərdə qasırğaların mümkün olduğunu, onların təsirini kimlərin hiss edə biləcəyini və sağlamlığınız üçün riskləri necə azaltmağı təqdim edir. Kosmik hava proqnozuna görə noyabrın sonlarında geomaqnit aktivliyinin artması mümkündür. Bu günlərdə zəif və orta dərəcədə maqnit sahəsi pozuntuları gözlənilir, bəzi günlərdə isə potensial olaraq G1 səviyyəsinə çatacaq. Bu şərtlər altında həssas şəxslərdə avadanlıqların nasazlığı və sağlamlıq vəziyyətinin pisləşməsi mümkündür. Şənbə 29 noyabr Kerb səviyyəsinə 4-5-ə qədər güclənmə gözlənilir, G1 səviyyəsi mümkündür. Bazar 30 noyabr G1 qasırğası proqnozu Kerb səviyyəsi 5, axşam saatlarında enişməyli. Bazar ertəsi 1 dekabr orta dərəcədə narahatlıq, Kerb səviyyəsi 3-4, aktivliyin tədricən azalması. Maqnit dalğalanmaları günəş proseslərindən asılı olaraq dəyişə bilər, buna görə də mütəxəssislər proqnoz yeniləmələrini izləməyi məsləhət görürlər. Alimlər həmçinin xəbərdarlıq edirlər ki, üzümüzə gələn həftə bir neçə gün davam edən güclü qırmızı səviyyəli maqnit fırtınası proqnozlaşdırılır.